Biz hazırda paytaxtın Xətai rayonu Həsən Salmani 1 ünvanında yeni tikilən çox mərtəbəli binalardan birində, mənzillərdən birinin eyvanındayıq. Bina sakinləri deyirlər ki, ilin günün bu vaxtında şəhərin mərkəzində ilanlarla mübarizə aparırıq. Hətta müxtəlif növ ilanların adı çəkilir. Gürüzə ilanı da deyirlər var. Binanın zirzəmisində, mənzillərdə. Bəs bu ilanlar binanın qarajına, zirzəmisinə, evlərə hardan gəlir? Sakinlər deyirlər ki, bu bina tikilib halal MTK tərəfindən və binanın həyətində qamışlıq, göllük bir ərazi var və ilanların da həmin o ərazidən binanın qarajına və mənzillərə gəldiyi deyilir. Bu problemin yaranmasında da bina sakinləri həmin o MTK-nı, halal MTK-nı günahlandırırlar və bildirirlər ki, şirkət tərəfindən ərazi hasarlanıb və süni göl yaradılıb və qamışlıq ərazidir, baxımsız ərazidir və oradan da evlərə, qarajlara ilanlar gəlir, ilanlar dolur və bununla bağlı da MTK rəhbərliyinə və şirkət rəhbərliyinə dəfələrlə deyirlər ki, bu problemi həll edin, bu ilanların qarşısını alın və sakinlər bildirirlər ki, halal MTK şirkət buna məhəl qoymur, problemi həll etmir və ilanlar da oradan qarajlara və mənzillərə dolmağa davam edir. Gölün ərazisi hasarlanır və həmin əraziyə daxil olmaq mümkün deyil. Ona görə də mənzillərdən birinin eyvanından belə çıxdıq, danışırıq ki və çalışırıq buradan gölü sizə göstərək və problemin də hardan qaynaqlandığını bildirək. Mən qaraja düşə bilmirəm. Həyətə düşə bilmirəm, qorxuram ilanlardan. Mənzildəki ilanlar, mənzildəki yaşayan uşaqları da çala bilər. Mağazinə də girmək olmur. Xanımlar da girə bilmir, uşaqlar da girə bilmir. Yəni bu ilanlar burada çoxdan var? Bəli, çoxdan var. Sıçoğlu da var, ilan da var. Ev yolda bir dənə pişik var idi, balalar var idi. Qoymuşlar, onun üçün yemək qoyurlar ki, orada yaşasın. O pişikləri də öldürdü o ilan. Zəhərlidir, güzədir. Mən özüm də qorxuram qaraja düşməyə. Bəs bu MTK rəhbərliyi nə deyir və demir ki, bu problemi həll edəcəm, yoxsa? Deyir ki, yox, mən get, neyinisiz eləyib, biz baxmayacaq. Biz baxmayacaq. Pulu qəşəng götürə bilir, ancaq özü bacarmır. Bu bina idarə olunur MTK tərəfindən? Bəli. Amma problemi də həll etmir, hə? Həll etmir, xeyr, eləmir. Eləmək də istəmir, baxmaq da istəmir. Şəhərin mərkəzində bir daha deyirəm, belə bir problem yaşanır. İlanlarla mübarizə aparır vətəndaşlar, həll edə bilmirlər. MTK rəhbərliyi kömək etmir. Bəs bu problem niyə yaşanır? Nə vaxt həll olunacaq? MTK rəhbərliyinə və yaxud da bu komendanta yaxınlaşıb soruşmağa çalışacağıq ki, sakinlərin bu qorxusu nə vaxt bitəcək, nə vaxta qədər qorxu içində yaşayacaqlar? Vətəndaşlar deyir ki, evlərimizə qaraja ilan dolur, MTK rəhbərliyi bir tədbir görmür, göldən ilanlar gəlir. İndi get bax, orada ilan görsən, nəsə ilan tədbir görüldü, bir ay bundan qabaq olubdu, ilan öldürülüb, dərmanlanıbdır. Bizə görüntülər atıblar, göstərirlər ki, orada ilanlar doluşur hər yerə. İndi özünüz düşün, gözünüzlə baxın da, görün düz deyirsə, boğuşurlar. Orada katlavandadır, o tərəfi də binanın çölündə biz dərmanladıq. Bu istidə gedib o göldə ilan axtarası deyiləm indi, o mənim işim deyil. Amma sakinlər deyir. Amma sakinlər hər halda yalan danışmaz da, problem var ki, bizi bura çağırıblar. Orada bir boş yer vardı, Setkanın gözləri iri idi, oradan keçmişdi. Keçəndən sonra da ilanı bizim o operatorları öldürdü, zərərsizləşdirdilər və sonra dərmanladıq. Sakinlər rahat, əmin ola bilərlər ki, bundan sonra ilan olmayacaq, hə? Bəli, sakinlər əmin ola bilərlər.